Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugün biz təkrar sınaqlardan ikinci sınağın izahına baxacağıq. Demək, ilk sualımızda bildirilir ki, xəritə sxemdə rəqəmlərlə göstərilən ərazilərdə hansı kartoqrafik proyeksiyalardan istifadə olunarsa, təhriflər daha az olar. Deməli, birinci rəqəm qütbə yaxın olduğuna görə, qütbə ətrafı ərazilərdə bilirik ki, azimutal proyeksiya daha çox effekt verir. 2 isə orta enlikləri ifadə elədiyinə görə konus proyeksiya, ekvatora daha yaxın olan 3-cü məntəqə isə silindrik proyeksiyada verilsə, təhrif daha az olar. Ardıcıl olaraq biz azimutal, konus və silindrik desək, doğru cavabı C bəndi götürə bilərik. Sxemdə rəqəmdə ikinci sualda bildirilir ki, sxemdə rəqəmlərlə göstərilmiş 3 mərkəzdən təyyarələr yer səthindən eyni hündürlükdə və eyni sürətlə şərq istiqamətində hərəkət edərək, yer kürəsini dövrə vuraraq hərəkətə başladıqları mərkəzdə yerə enmişlər. Təyyarələrin qət etdikləri məsafəyə sərf etdikləri vaxtı azdan çoxa doğru sıralayın. Deməli, sürət eyni olduğuna görə bizdən sərf olunan vaxtı soruşur da. Sürət eyni olduğuna görə gedilən yolu biz bölməliyik nəyə? Sürətə. Bu zaman sərf olunan vaxtı tapmalıyıq. Gedilən yol nə qədər böyük olsa, sərf olunan zaman da bir o qədər çox olar. Biz bilirik ki, ekvator boyu ərazidə deməli çevrə daha böyükdür və təyyarənin getdiyi yol daha uzundur. Ona görə də ən çox vaxt sərf eləyən ikinci olacaq. Deməli, birinci yerdə ikinci. Bizdə də soruşur ki, vaxtı azdan çoxa. Deməli, ən çox vaxtı ikinci sərf edəcək. Sonra ən az vaxtı isə qütbə yaxın olan təyyarə deməli sərf edəcək. Ona görə üçüncüyü bura yazırıq. Birinci də ortada qalır. Yəni 3-1-2. 3-1-2 də D bəndində göstərilmişdir. Üçüncü sualda deyir ki, sxemdə rəqəmlərlə işarələnmiş çaylara və onların keçdikləri ərazilərə aid olan əlamətləri uyğunlaşdırın. Deməli, burada biz dənizin sahilindən 100 metrlik horizontal da görürük. Deməli, kəsmə yüksəklik neçədir? 100 metrdir. Bizdə bildirilir ki, çayın axın sürəti azdır, A bəndində deyir. Baxın, horizontallar bir-birinə sıx çəkildikdə, məsələn, birinci çaydakı kimi, çayın keçdiyi ərazidəki kimi. Horizontallar bir-birinə sıx çəkilərkən nə baş verir? Yamac çox meyilli olur və çayın axın sürəti çox olacaq. Amma horizontallar bir-birinə aralı çəkiləndə onda meyillik az olur və axın sürəti də az olur. Deməli, A-nı götürürük. A düzgün fikirdir. B-də deyir, çayın süxurları aşındırma qabiliyyəti daha yüksəkdir. Söhbət burada dağlıq ərazidə dib eroziyadan və yaxud da daha doğrusu burada A-nı biz buradan yazaq belə, birinci bir də ikinci. A-nı aid elədik ikinciyə. A-nı aid elədik ikinciyə. Uyğunluq sualıdır. Çayın süxurları aşındırma qabiliyyəti daha yüksəkdir. Əlbəttə, dib eroziya daha sürətli axan çaylarda intensiv getdiyinə görə o birinciyə aid olacaq. C. Ərazinin yol tikinti xərcləri daha azdır. Meyilli az olan ərazidə tikinti xərcləri də az olar. Ona görə bu ikinciyə aiddir. D-də çayın hidroenergetika potensialı çoxdur. Sürəti çox olan deməli çayda hidroenergetika potensialı da çox olur. Bu aiddir. D aiddir 1-ə. Y-də deyir, ərazi kənd təsərrüfatına daha çox yararlıdır. Meyilliyin çox olduğu ərazi yararsız, meyilliyin az olduğu ərazi daha yararlı olacaq. Ona görə bu Y ikinciyə aiddir. Mənbəyi daha yüksəkdə yerləşir. Görürük, burada horizontalların sayı daha çoxdur. Ona görə bunu da F bəndini də birinciyə aid edirik. 1-ə B, D, F, 2-ə A, C, Y. B variantı doğrudur. Dördüncü sualda deyir, verilmiş sxemdə hansı nöqtələrin hündürlükləri eynidir? Eyni horizontalların üzərində yerləşən nöqtələrin hündürlüyü eyni olur. Bir də iki dənə müxtəlif relyef üzərində onları ümumi haşiyələyən horizontaldan eyni məsafədə yerləşən hündürlüklər də hündürlüyü eyni olur. Məsələn, biz burada görürük ki, birinci nöqtə ən kənarda yerləşib, deməli onun hündürlüyü daha az olacaq. Amma burada digər horizontallara haşiyələyən horizontal budur. Bax, burada bu horizontal
Burada görürük ki, əksər nöqtələri haşiyələyir. Demək, bu horizontaldan ikinci məntəqəyə qədər bir kəsmə yüksəkliyi var. Dördüncü məntəqəyə də qədər bir kəsmə yüksəkliyi var. Demək, 2 ilə 4-ün hündürlüyü eynidir. C bəndi doğrudur. 5-ci sualda deyir ki, verilmiş kürədə göstərilən bölgələrin müvafiq olaraq uzunluq və enliklərinin məsafə ölçüsünün eyni olduğunu nəzərə alaraq hansından keçən meridianların sayı daha azdır. Demək, bunların enlik və uzunluqlarının məsafə ölçüsü eynidir. Yəni, məsələn, birinci məntəqənin, birinci bölgənin enliyi ilə, tutaq ki, üçüncünün eni eynidir və yaxud da burada ikincinin eni eynidir, dördüncünün eni eynidir, beşincinin eni. Bunlar hamısı eyni, qırmızı işarə elədiyim yerlər eynidir. Uzunluqlar da həmçinin hamısında eynidir. Deməli, bizdə soruşur ki, daha azdır. Yəni, keçirilən meridianların sayı daha az olan meridianlarda 1 dərəcədən 1 keçirilmişdir. İndi biz nəzərə alsaq ki, ekvator boyu ərazidə, məsələn, üçüncüdə, ekvator boyu ərazidə 1 dərəcəlik qövsün uzunluğu daha böyük məsafə təşkil etdiyinə görə daha az, deməli, üçüncüdən yaxud da ikincidən keçirilər. Amma baxırıq ki, meridianlar deməli, uzunluq istiqamətində çəkildiyinə görə ikincidə üçüncüyə nisbətən daha az olar. Məsələn, burada bir neçə dənəsini keçirmək olar. Ona görə doğru cavab burada B bəndi ikinci olacaq. Gəldik 6-ya. K məntəqəsi ilə bağlı verilmiş məlumatların aid olduğu koordinat şəbəkəsini müəyyən edin. Bildirir ki, başlanğıc meridianın qərbidir. Şimaldan keçən paralel, cənubdan keçən paraleldən uzundur. Şimaldan keçən paralel, cənubdan keçən paraleldən uzundursa, demək, şimaldan keçən paralel ekvatora daha yaxındır. Bu məntəqə yerləşməlidir cənub yarımkürəsində. Bir də deyib, başlanğıc meridianın qərbidir deyirsə, qərb yarımkürəsində yerləşməlidir. Məsələn, A bəndinə biz baxırıq, görürük ki, burada coğrafi uzunluqların şimala doğru artması, coğrafi enliklərin şimala doğru artması müşahidə olunur. Bu şimal yarımkürəsindədir, bu olmaz. Burada da artma müşahidə olunur, 65-75, bu da olmaz. C məntəqəsi ola bilər, bax, cənuba doğru artır, demək, cənub yarımkürəsindədir. Bir də görürük, qərbə doğru artır, ona görə doğru cavab bu olacaq. Bu şimal yarımkürəsindədir, bu da şimal yarımkürəsindədir. 7. 1 bölünsün 600 min miqyaslı bir xəritədə 8 sm olaraq göstərilən bir yol 1 bölünsün 200 min miqyaslı xəritədə neçə santimetr olar? Görürük, burada 2 miqyasdan söhbət gedir. Burada ikinci xəritədəki məsafəni, yəni ikinci xəritədəki məsafəni tapanda biz nə edirik? Birinci xəritənin miqyasının kəmiyyətini həmin xəritədəki məsafəyə vurub, ikinci xəritənin miqyasının kəmiyyətinə bölürük. Yəni, belə. Buradan birinci xəritənin miqyasının kəmiyyəti 6-dır, vururuq 8-ə. İkinci xəritənin miqyası da 2-dir, bölürük 2-yə. Bu da eləyir 24. Doğru cavab C bəndi. Gəldik 8-ci suala. 35 şərq uzunluğu ilə 22 şimal enliyinin kəsişdiyi M məntəqəsindən təyyarə M nöqtəsinin cənub-qərbindəki N nöqtəsinə doğru hərəkət etmişdir. Buna görə M və N nöqtələri xəritə üzərində nömrələnmiş məntəqələrdən hansında ola bilər? Əvvəlcə M məntəqəsinin koordinatlarına əsasən onun yerini tapaq. Deyir ki, 35 şərq uzunluğu 22 şimal enliyi. 22 şimal enliyi 0 ilə 30-un arasında yerləşir. 35 şərq uzunluğu da 0 ilə 50-nin arasında yerləşəcək. Deməli, M məntəqəsi üçüncüdür. Yəni, burada M yerləşir. Bir də deyir ki, M nöqtəsinin cənub-qərbindəki N nöqtəsinə doğru hərəkət etmişdir. Yəni, cənub-qərbə doğru hərəkət etmişdir. Onda N də birinci məntəqədə yerləşəcək. Onda M olacaq üçüncü, N də birinci. Doğru cavab B bəndi. Verilmiş diaqramdakı göstəricilər əsasında ən kiçik miqyaslı xəritəni müəyyən edin. Ən kiçik miqyaslı xəritə deyərkən, xəritənin miqyasını hesablamaq üçün həqiqi məsafəni xəritədə məsafəyə bölmək lazımdır. Burada görürsünüz, bu həqiqi məsafə göy rəngdə sütundur, xəritədə məsafə isə ağ rəngdəki sütundur. Məsələn, birinci xəritədə burada
Görürük, xəritədə məsafə 10-dur, həqiqi məsafə 25-dir. Deməli, birinci xəritədə biz məsafəni 25-i 10-a bölüb 2.5 tapırıq. İkinci xəritədə 15, bu da 5, ikinci xəritədə 3 tapırıq. Üçüncü xəritədə 10-un 10-adır, burada 1 tapırıq. Dördüncü xəritədə 20-nin 5-ədir, burada 4 tapırıq. Burada isə 5-ci xəritədə isə 30-un 5-ə, bu da 6. Hər birinin yanına 5 dənə 0 yazsaq, onda biz nə tapırıq? Deməli, müəyyən edirik ki, ən kiçik miqyaslı xəritə. Məsələn, bunun yanına 5 dənə 0 yazanda, bu 4 dənə tam atılır, 4 dənə 0 yazırıq. 250.000 eləyir. Bunun yanına 5 dənə 0 yazanda, burada 300.000 alınır. Yox, burada deməli 5 dənə, burada 300.000 alınır. Məsələn, bunun yanına 5 dənə 0 yazsa, 100.000 alınır. Bunun yanına 5 dənə 0 yazsa, 400.000. Bunun da yanına 5 dənə 0 yazsa, 600.000 alınır. Deməli, ən kiçiyi hansı oldu? Ən kiçiyi 100.000 olan oldu. Yəni, 3-cü C bəndi doğrudur. Gəldi 10-cu suala. Verilmiş mülahizələrdən hansı yanlışdır? A bəndi. Kartoqrafi təsvir vasitələrində təhriflər yalnız xəritələrdə baş verir. Kartoqrafi təsvir vasitələri xəritə, plan, qlobusdur. Plan və qlobus təhrifsizdir, xəritələr təhrifdir. Bu düzgün fikirdir. B. Dərəcə toru, miqyas, coğrafi koordinatlar xəritənin riyazi əsasları hesab olunur. Bu anlayışlar riyaziyyatla bağlı olduğuna görə bu da düzgün fikirdir. Yer səthinin kürə səthdən müstəvi səthə köçürülməsi prosesinə kartoqrafi proyeksiya deyilir. Bəli, bu da düzdür. D. Miqyas kiçildikcə miqyasın kəmiyyəti artır. Baxın, miqyasın kiçilməsi onun miqyasının, məsələn, nümunə olaraq, əslində bu səhv fikirdir, indi sübut eləyəcəyik necə. Tutaq ki, bir dənə miqyas götürürəm. 1 bölünsün 500.000. Bu miqyasın kəmiyyəti nəyə bərabərdir? 5 0 siləndə 5 qalır. İndi bu miqyası artıraq. Daha doğrusu kiçildək. 1 bölünsün, tutaq ki, 500.000 yox, 5 milyon yazıram. Bəs bu miqyasın kəmiyyəti neçədir? Bunun yanından 5 dənə 0 siləndə 50 qalır. Görürük ki, miqyasın kəmiyyəti kiçildi, amma miqyas kiçildi, miqyasın kəmiyyəti böyüdü. Deməli, bu səhv fikirdir. Bizdən səhv fikir soruşurdu. Y bəndə deyir, topografik planda eyni mütləq hündürlüyə malik olan nöqtələri birləşdirən xətlərə yox, D bəndi düz idi. Burada elə artır da, elə bildim kiçilir yazılıb. Bu da düzgün fikirdir. Y bəndə topografik planda eyni mütləq hündürlüyə malik olan nöqtələri birləşdirən xətlər izoseis. İzoseis deyil. Eyni mütləq hündürlüyə malik olan nöqtələri birləşdirən xətlərə izohips deyilir. İzohips və yaxud da horizontal deyilir. İzoseis zəlzələyə aid olan anlayışdır. Eyni təkanlara malik olan nöqtələri birləşdirən xətlər. Səhv fikir Y bəndidir. 11. Ekvatordan 3330 km şimalda yerləşən K nöqtəsinin yerli vaxtı başlanğıc meridiandakı məntəqənin yerli vaxtından 112 dəqiqə irəlidədir. Nəzərə alın ki, yer qərbdən şərqə doğru 4 dəqiqə ərzində 1 dərəcə dönür. Buna görə K nöqtəsinin coğrafi koordinatları hansıdır? Baxın, ekvatordan 3330 km şimala. Bu 3330 km şimala gedəndə 30 dərəcədir. Əgər biz meridian boyu şimala və yaxud da cənuba doğru gedəndə dəyişən coğrafi enlik olacaq. Yəni, enlik olacaq 30 dərəcə, ekvatordan 30 dərəcə şimala gedəndə olacaq 30 şimal enlik. Şimalda yerləşən K məntəqəsinin yerli vaxtı başlanğıc meridiandan 112 dəqiqə irəlidədir. Yəni, 1 dərəcə 1 dərəcə 4 dəqiqəyə bərabərdirsə, 112 dəqiqəni biz 4-ə bölürük. Deməli, 100-ü 4-ə böləndə 25, 12-ni də 4-ə böləndə, bu edir 28. Oldu 28 dərəcə. Başlanğıc meridiandakı məntəqənin yerli vaxtından deyir, irəlidədir, yəni şərqdədir. Başlanğıc meridianda 0 olduğuna görə bu da olur 28 şərq uzunluğu. Cavab olur 30 şimal enliyi, 28 şərq uzunluğu, A bəndi doğrudur. Gəldi 12-yə. Cənubi Amerika materikinin verilmiş xəritə sxeminə əsasən ucqar nöqtələrinə aid olan xüsusiyyətlərdən hansı doğrudur?
Burada koordinatlar verilib. 12 şimal enliyi, 71 qərb uzunluğu, 53 cənub, 71 qərb uzunluğu, 4 cənub, 81 qərb uzunluğu, 7 cənub, 34 qərb uzunluğu Cənubi Amerika materikinin ucqar nöqtələrinin nə idi? Koordinatlarıdır. A bəndə deyir, materikin daha böyük hissəsi şimal və qərb yarımkürələrində yerləşir. Bu yanlışdır. Şimala cəmi 12 dərəcə keçib, 12 şimal enliyi, amma cənuba doğru görürük ki, 53 dərəcə keçib. Deməli, bu yanlış fikirdir. B bəndə deyir ki, materikin şərq və qərb ucqar nöqtələri arasında məsafə 5217 kilometrdir. Deməli, şərq nöqtəsi 3-cüdür, Pariniyasdır. Üzr istəyirəm, qərb nöqtəsi Pariniyasdır, şərq nöqtəsi Cabo Brancodur. Yəni, bunlar arasında məsafə deyir ki, 5217 kilometr. Baxırıq, bunlar arasında məsafəni hesablamaqdan ötürü mütləq şəkildə bu iki məntəqənin coğrafi enliyi eyni olmalıdır. Pariniyasda 4 cənub enliyidir, Cabo Brancoda 7 cənub enliyidir. Biz coğrafi enliyi müxtəlif olan, deməli, belə deyək də, bu coğrafi koordinatını, yəni məntəqənin ünvanını, coğrafi elementləri var. Yəni, koordinatın elementləri. Biri paralel, biri də meridian. Mütləq şəkildə iki məntəqədən söhbət gedirsə, bu elementlərdən biri ortaq olmalıdır, eyni olmalıdır. Ya enlikləri eyni olmalıdır, ya da uzunluqları eyni olmalıdır ki, məntəqələr arasında məsafəni hesablaya bilək. Əks halda bunu hesablamaq mümkün deyil. Ona görə bunu dəqiq bilmədiyimizə görə götürmürük, səhvdir. C. Materikin qərb ucqar nöqtəsi regionun ən böyük dövlətinin ərazisindədir. Yəni, Pariniyas. Pariniyas hardadır? Pariniyas Perun ərazisindədir. Amma regionun ən böyük dövləti Braziliyadır. Bu da səhv fikirdir. D bəndi. Materikin şimal və cənub ucqar nöqtələri arasında məsafə 7215-dir. Şimal ucqar nöqtə Qalinasdır, cənub ucqar nöqtə isə Froertdir. Bunların görürük ki, ortaq olan uzunluqları var. Yəni, uzunluqların da 1 dərəcəlik qövsün uzunluğu 111 kilometrdir. 12 ilə 53-ü toplayırsan, 12, üstə gələ 53, çünki biri şimal, biri cənub olanda toplanılır 65. 65-i də vururuq 111. Bu da eləyir 7, deməli 11, 2, 1, bir də 5. 7215. Bəli, D bəndi doğrudur. Materik 4 yarımkürədə yerləşir, səhvdir. Çünki materik 3 yarımkürədə yerləşir. Yəni, burada diqqət edin, şərq yarımkürəsi yoxdur. Bizdən də deməli, xəritə sxeminə əsasən ucqar nöqtələrə aidlanan xüsusiyyətlərin düzgünün soruşur. D bəndi doğrudur. 13. Kartoqrafiyada istifadə olunan düsturlardan hansı yanlış verilmişdir? Həqiqi məsafə bərabərdir, xəritədə məsafə miqyası kəmiyyətinə düzdür. Sahə düsturundan miqyasın kəmiyyəti bərabərdir, həqiqi sahə bölünsün xəritədə sahə düzdür. Xəritədə sahə bərabərdir, həqiqi sahə bölünsün miqyasın kəmiyyətin kvadratına düzdür. Miqyasın kəmiyyəti bərabərdir, həqiqi məsafə bölünsün xəritədə məsafə düzdür. Y bəndə həqiqi sahə bərabərdir, xəritədə sahə vurulsun, miqyasın kəmiyyətinin kvadratı olmalıdır. Bax, bu yanlışdır. 14. Horizontalların xüsusiyyətləri haqqında verilənlərdən hansı yanlışdır? A. Horizontallar paralel müstəvilər olduğu üçün bir-biri ilə kəsişmirlər. Bu düzgün fikirdir. Bizə yanlış fikir lazımdır. Bunu götürmürük. Verilmiş nöqtənin mütləq hündürlüyü kəsmə yüksəkliyinə qalıqla bölünürsə, həmin nöqtə horizontal üzərində yerləşə bilməz. Bəli, yerləşə bilməz. Bu düzgün fikirdir. C. Bir-birini çevrələməyən iki qonşu horizontal fərqli hündürlüyə malikdir. Bir-birini çevrələməyən iki qonşu horizontal fərqli hündürlüyə malikdir. Deməli, xeyr, bunlar bir-birini çevrələməyən iki qonşu horizontal mütləq onların hündürlüyü bir-birinə bərabər olmalıdır. Yəni, burada fərqli hündürlüyə yox, eyni hündürlüyə malik olmalıdır. Yanlış fikir budur. D-da, berqişdiriklər eyni horizontalın bir tərəfində daxilinə, digər tərəfdə xaricə çəkilə bilməz, düzgün fikirdir. Planda və böyük miqyaslı topoqrafi xəritələrdə kəsmə yüksəkliyi təsvirin hər yerində sabitdir və kiçik qiymətlər alır. Planda və böyük miqyaslı xəritələrdə, deməli,
Deməli, kiçik qiymət alacaq, bəli. Bu da düzgün fikirdir, bunları götürmürük. Gəldik 15-ə. Nöqtələr üsulu ilə təsvir olunmuş xəritədə 110 sayda nöqtə verilmişdir. Burada ümumi 110 sayda nöqtə var. Xəritədə ərazinin 6,4 paletka daması daxilində verildiğini nəzərə alaraq əhalinin sıxlığını nəfər bölünsün kvadrat kilometr hesablayın. Yəni biz burada əhalinin sayını, nöqtələrin sayını 110 nəfər olduğunu bilirik. Burada qeyd yazılıb ki, bir nöqtə 100 nəfərə bərabərdir. Əvvəlcə əhalinin sayını tapaq, yəni 110-u vıraq 100-ə. Burada eləyir 11, 3 dənə də 0 gətirik yanına. Yəni 11.000 nəfər əhali var burada. 6,4 paletka daması var. Bilirik ki, damaların sayı 4-ə bölünəndə xəritədəki sahəni tapmış oluruq. 4-ə böləndə eləyir 1,6 kvadrat santimetr. İndi biz həqiqi sahəni tapaq. Burada miqyas var. Miqyasa görə miqyasın kəmiyyəti 25 kilometrdir. Yəni 1 santimetrə 25 kilometr düşür. Həqiqi sahəni tapanda xəritədə sahəni, yəni 1,6-nı vurmalıyıq nəyə? Miqyasın kəmiyyətinin kvadratına, yəni 25-in kvadratına. O da bərabərdir 1,6 vurulsun 625. 1,6-nı da biz 625'e vuranda deməli əziz yoldaşlar 625'e vuranda eləyəcək 1000. Yəni 1000 kvadrat kilometr. İndi sıxlığı tapanda S bərabərdir 11.000 bölünsün 1000. Bu da eləyəcək 11 nəfər. B bəndi doğrudur. Verilmiş topografik plana əsasən ərazinin PR istiqamətində qurulmuş profili hansıdır? PR, P burada, R də burada. Hansı qrafikə uyğun? Biz nə görürük? Burada çay axını da görürük, çayı da görürük. Kəsmə yüksəkliyin 100 metrdən bir keçirildiyini nəzərə alıb, çayın hər iki yamacında, hər iki sahilindəki horizontalın hündürlüyü eyni olmalıdır. Yəni bu 100 metrdirsə, bu da 100 metr olmalıdır. Daha sonra biz görürük ki, bu da 100 metrdir. Bu 100 metrdirsə, bu da 100 metr olacaq. Onda çaydan kənara doğru getdikcə horizontal artacaq. Məsələn, bu 200 metr olacaq. Və yaxud da bu 200, 300, 400 metr və daha artıq olacaq. Deməli, biz əvvəlcə nə görürük? Görürük ki, 200 metrdən biraz yuxarıdan başlayır. 200 metrdən biraz yuxarıdan başlayır. Düşür aşağı, sonra qalxır 400-500 metrə qədər. Sonra yenidən çaya doğru düşür. Təzədən 400-500 metrə qədər qalxır. Bunu nəzərə alıb deyə bilərik ki, Y bəndinə uyğun gəlir. Sxemdə verilmiş A və B nöqtələr arasında hündürlük fərqi 30 metrdir. Kənar horizontalın mütləq hündürlüyünü hesablayın. Deməli, kəsmə yüksəkliyi 30 metrdir. Kənar horizontalın hündürlüyünü tapmaq üçün əvvəlcə daxili horizontalı tapacağıq. Daxili horizontal bu relyef verikişdirixə əsasən müəyyən edirik ki, dağdır. Kənar horizontal 413-dən kiçik, 30-a qalıqsız bölünən ilk ədəd olacaq. 413-dən kiçik, 30-a qalıqsız bölünən ədəd 410 olmaz, 400 olmaz, 390. Və bunun hündürlüyü olacaq 390. Bir də burada kəsmə yüksəkliklərin sayını deməli, sayını kəsmə yüksəkliyə vurub 390-dan çıxacaq. Yəni 390 çıxılsın. Neçə dənə kəsmə yüksəkliyi var? 2, 4, 5. 5-i də 30-a vuranda 150. 390-dan da 150-nin çıxanda qalır 200. Biz nəyi səhv elədik? 1, 2, 3. Necə saniyə? Kəsmə yüksəklik. Aha, burada. Diqqət edin, biz səhv elədik. A və B arasındakı hündürlük fərqinin 30 metr olduğunu deyir. Burada kəsmə yüksək 15 metrdir yoldaşlar. Deməli, 413-dən kiçik, 15-ə qalıqsız bölünən ilk ədəd. 413-dən kiçik,
15-ə qalıqsız bölünən ilk ədəd nə ola bilər? 413-dən kiçik. 410 deyil. 405. Bəli, 405 metr. Bu 390 deyil. Bu 405 metrdir. 405 metr. 405 metrdən də 5 dənə kəsmə yüksəkliyi çıxanda, yəni 75-i çıxanda, burada diqqətsizlik oldu. Deməli, 405-dən də biz çıxırıq 75-in 0,33. 330 metr. A bəndi doğrudur. Cədvəldə verilmiş fikirlərin doğru ardıcıllığını müəyyən edin. Doğruya doğru, yanlışa yanlış. Məzmununa görə ümumcoğrafi, tematik və kompleks xəritələr ayrılır. Bu doğru. Bu tərəf, məhəllin planında yerin kürəviliyi nəzərə alınmır. Planda meridian paralel yox, dərəcə toru yoxdur. Ona görə alınmır deyir, doğru. Kartoqram üsulu ilə xəritədə hər hansı bir göstəricinin ərazi daxilində dəyişməsi vizual şəkildə əks olunur. Kartoqram üsulu ilə xəritədə hər hansı bir göstəricinin ərazi daxilində dəyişməsi vizual olaraq görünür, düzdür. Azimutal proyeksiyalarda həndəsi səth kimi konusdan yox, müstəvidən istifadə olunur, bu yanlış. Demək, 3-ü doğru, biri də yanlış, D bəndi doğrudur. Xəritələrdə yaranan təhriflər haqqında hansı fikir doğru deyil? Xəritələrdə yaranan təhriflər haqqında hansı fikir doğru deyil? Təhriflərin dərəcəsi təsvir olunan ərazinin böyüklüyündən, coğrafi enlikdən asılıdır. Bu doğru fikirdir. B. Meridian və paralellər arasındakı bucaqlar 90 dərəcədən fərqli olarsa, deməli, bucaqlar təhrif edilmişdir. Bu da doğrudur. Bucaq. C. Uzunluq təhrifi özünü meridian və paralellərin arasındakı parçaların uzunluqlarının müxtəlifliyində göstərir. Tamamilə doğrudur. D. Xəritədə bucaq təhrifi coğrafi obyektlərin formalarının təhrifinə səbəb olur. Bəli, olur. Deməli, bucaq təhrifi, yəni normalda bucaqlar 90 dərəcə bucaq altında kəsişməlidir, paralel və meridianlar. Amma iti bucaq altında kəsişəndə burada obyektin formasına təsir göstərir. Y. Böyük miqyaslı topoqrafi xəritələrdə təhriflərin dərəcəsi də böyük olur. Böyük miqyaslı xəritələrdə təhriflər kiçik olur. Bax, bu yanlış fikirdir. 20. Müşahidəçi 90 dərəcəlik azimutla 3 kilometr, 90 şərqə doğru 3 kilometr, sonra isə şimala doğru 3 kilometr getdi. O başlanğıc məntiqə ən qısa yolla hansı azimutla, hansı istiqamətlə qayıtmalıdır? Azimutu olur 225, istiqamətdə cənub-qərb. 21. Bakı şəhəri coğrafi koordinatları 56 şimal enliyi və 50 şərq uzunluğu olan Kazan şəhərindən hansı istiqamətdə yerləşir? Bunu necə eləyirik? Bakı şəhərinin koordinatlarını yazırıq. 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğu. Kazan şəhəri də 56 şimal enliyi, onun altından yazırıq. 50 dərəcə şərq uzunluğu. Biz nə görürük? Görürük ki, bunun şimal enliyi Bakı şəhəri Kazandan hansı istiqamətdə yerləşir da? Bakı 40-dadır, bu 56-da yerləşir Kazan. Demək, Bakı daha cənubdadır. Uzunluğu da eyni olduğuna görə elə yazırıq cənub. Turistlər 45 dərəcə azimutla, yəni şimal-şərq istiqamətində. Şimal-şərq istiqamətində. Cığırla gedibsə, yəni bu xətti şərt işarədir. Kolluqla gedibsə, bu konturlu şərt işarədir. Sahəyə daxil oldular. Onların hərəkət etdiyi istiqaməti və coğrafi obyektlərin müvafiq olaraq hansı növ şərt işarələrlə göstərildiyini müəyyən edir. Demək, şimal-şərq xətti konturlu A bəndi doğrudur. Doğru olmayan sıraları müəyyən edin. Nədir bu? Bu stret çarxına oxşayan tək koldur. Doğru olmayan deyir. Bu düzdür, ona görə götürmürük. 2. Burada nə görürük? Burada görürük metal körpü, çay, amma su dəyirmanı yazılıb, 2-ni götürürük. Bu dollar işarəsi üzümlüyün işarəsidir, düzdür. Meyvə bağı düzdür. Burada qırılmış meşə, deməli,
şərt işarəsi. Bu seyrək meşənin şərt işarəsidir. Və bir də bu şosse yoludur, uçurum deyil. Ona görə biz 2, 5, 6-nı götürürük. Doğru fikirləri müəyyən edin. Coğrafi uzunluq nöqtənin Greenwich meridianından dərəcələrlə ifadə olunan məsafəsidir. Bu doğru fikirdir. Kartoqrafi proyeksiyalar kürə səthinin müstəvi üzərində təsvirinin riyazi üsullarıdır. Kartoqrafi proyeksiya kürə səthinin müstəviyə, bəli, riyazi üsulu. Bu da düzdür. Qlobusda miqyasın kəmiyyəti sabit deyil. Bir qlobusun üzərində miqyasın kəmiyyəti hər yerdə sabitdir. Yəni, məsələn, baş miqyas, xüsusi miqyas anlayışı yoxdur da qlobusda. Kompleks xəritələrdə bir-biri ilə qarşılıqlı əlaqədə olan 2 və daha artıq komponent təsvir olunur, düzdür. Yer səthindən keçməklə coğrafi qütbləri birləşdirən ən qısa şərti xətlər paralellər yox, meridian olmalıdır. Burada olur doğru cavab 1, 2, 4. 25. 1/5 milyon miqyas xəritədə 9 şimal enliyi 7 cənub enlikləri arasında meridian üzrə 34 sm məsafə olarsa, təhrifin neçə kilometr olduğunu hesablayın. Nə edirik? Təhrifi tapmaq üçün 3 qayda var. 3 addım atırıq. 1. Miqyasa görə məsafəni hesablamaq. 2. Dərəcə qövsünə görə məsafəni hesablamaq. Sonra onlar arasında fərqi tapaq. Demək, əvvəlcə məsafəni hesablayanda 5-0 silirik. 50-ni vururuq 34-ə. 5 ilə 4-ün 20, 15, 17, 1700 kilometr. Demək, birinci addım bu. İkinci addım. Dərəcə qövsünə görə məsafəni hesablayaq. 9 şimal enliyi ilə 7 cənub enliyi arasında 16 dərəcə var. Biz burada 16 ilə vururuq 111-ə. Eləyir 16, 1, 7, 7, 6. 1776 kilometr. Üçüncü addımda onlar arasında fərqi tapırıq. Eləyir 76. Cavab olur 76 kilometr təhrif. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Konturlu, miqyassız. Bataqlıq konturludur, düzdür. Telegüllə miqyassız olmalıdır, şoranlıq düzdür. Çəmənlik konturlu olmalıdır, qurunt yolu xəttli olmalıdır, metal körpü miqyassız. 1, 3, 6. Uyğunluğu müəyyən edin. Burada diqqətli olaq. Deməli, 1/20 min, 40 min, 1/4 milyon. A bəndində görürük 2, burada da kilometr verilib. 2 kilometr olanı var, yoxdur. Heç birinə aid deyil. Burada yazıb 200, burada yazıb metr. 200 metr. Bəli, bu birinciyə aiddir. Niyə? Çünki buradan 2 0 siləndə 200 qalır. C. 0,2 kilometr. 0,2 kilometr nə deməkdir? 200 metr deməkdir. O da elə bura aiddir. 40 kilometr. 40 kilometr. Bu, buradan 5-0 silsək, bəli, bu bura aiddir. D. 400 metr. 400 metr, yenə buradan 2-0 siləndə 400 qalır, bu da bura aiddir. Y. 1-ə B, C, 2-ə Y, 3-ə D. Gəldik situasiyaya. Coğrafi koordinatları 60 şimal enliyi, 100 şərq uzunluğu olan A məntəqəsindən hərəkətə başlayan səyyah əvvəlcə enli istiqamətdə 50 dərəcə yol gedərək B məntəqəsinə çatmışdır. Deməli, yoldaşlar, burada biz yazırıq. Hardan? 60 şimal enliyindən və 60 dərəcə şimal enliyini 100 dərəcə şərq uzunluğundan hara gedib? Hərəkətə başlayan səyyah əvvəlcə enli istiqamətində 50 dərəcə yol gedərək B məntəqəsinə çatdı. Amma hansı istiqamətə gedib, onu bilmirik. Yəni, şərqə gedib, qərbə gedib, onu bilmirik. Hərəkət boyu qütb ulduzu Polaris onun sağ tərəfində qalıb. Bax, sağ tərəfdə qalması üçün bu qərb istiqamətində getməlidir ki, Polaris qütb ulduzudur. O özündən qütb ulduzunu şimalda görsün. Yəni, belə gedəndə sağ tərəfinə düşür. 50 dərəcə gedibsə, 50 dərəcə bu tərəfə gedibsə, bu 100 şərq uzunluğundan qərbə tərəf gedib. Onda gəlib çatıb 50 dərəcə şərq uzunluğuna. Daha sonra o meridianal istiqamətdə 180 dərəcə azimutla 20 dərəcə hərəkət edib. Yəni, bura çatandan sonra buradan da cənuba doğru 180 azimutla 20 dərəcə gedib. 60 şimal enliyində idi da. Deməli, gəlib çatıb hara? 40 şimal enliyinə. 40 şimal enliyinə.
Bizdən nə soruşur? Birincidə deyir B məntəqəsinin coğrafi koordinatları. B məntəqəsinin coğrafi koordinatları olur bura. Yəni 40 şimal enliyi, 50 şərq uzunluğu. Bir də soruşur ki, B məntəqəsinin yerləşdiyi materik. Bax, şimal enliyi və şərq uzunluğu. 40 şimal, 50 şərq. Bu Bakı şəhəridir da. Demək, Avrasiya materikindədir. Burada yazırıq Avrasiya. Bura Avrasiya. Burada Bakı. Yəni, koordinatlarını yazırıq da. Sonra deyir 29-da C məntəqəsinin hansı şəhər olduğunu bircə saniyə C-yə çatıb. Bu, yox, üzr istəyirəm. Burada bircə saniyə. B bu deyil. Biraz tələsdik. B bu deyil. Bircə saniyə. B budur. Birinci çatdığı yerdir. Bura C-dir. B-nin koordinatları olacaq 60 şimal enliyi, 50 şərq uzunluğu. Yəni, bura yazacaq 60 şimal enliyi və 50 dərəcə şərq uzunluğu. Bura çatıb. C-nin koordinatlarıdır. Bakı. Bura yazırıq Bakı. Bakıya çatıb. Bir də deyil, A məntəqəsinin C-dən yerləşdiyi istiqamət. A harada idi? A birinci çıxdığı yer idi də bura. A C-dən hansı istiqamətdə yerləşir? Yazırıq şimal, şərq. Bir də deyil, C məntəqəsinin şimal qütbünə, B məntəqəsindən isə ekvatora qədər olan ən qısa məsafəni hesablayın. C-dən, yəni Bakıdan qütbə qədər olan məsafə, 40 şimal enliyindən 90-a qədər olan məsafə 50 dərəcədir. 50 dərəcəni də 111-ə vururuq. Eləyir 5550 kilometr. B məntəqəsi isə yerləşir harada? 60 şimal enliyində. Oradan da ekvatora qədər, 0-a qədər dərəcə 60 dərəcədir. 60-ı da 111-ə vuranda eləyir 6660 kilometr. Belə yoldaşlar, diqqətinizə görə sağ olun.